Bismillahirrahmanirrahim. Hörmətli Quran sevənlər, hər birinizi Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullah. Bugün sizinlə 3 hərf barəsində danışmaq istərdim. Bunlar cim, şin və yə hərflərdir. Bu hərflərin çıxışı özünə məxsus bir şəkildə tələffüz olunmalıdır. Necə ki, İmam İbnül Cəzəri buyurur, وَمِنْ وَسَطِهِ فَجِيمٌ شِينٌ يَا Dilin ortasından 3 hərf çıxmaqdadır. Bunlar cim, şin və yə hərfidir. Azərbaycan dilindən fərqli olaraq bu hərflərin çıxışı ərəb dilində özünə məxsus bir şəkildə tələffüz olunmaqla ancaq düzgün tələffüzü əldə edə bilərik. Və bu da dilin tam ortasındadır. Azərbaycan dilində məsələn biz y hərfini deyəndə daha çox dilin uc hissəsi və ya ş deyəndə yenə də dilin uc və biraz ortaya tərəf. Həmçinin c deyəndə də dilin uc hissəsi əsas burada rol oynayır. Lakin ərəb dilində bu 3 hərf yalnız dilin ortasından tələffüz olunaraq çıxır. Əg, əş, əy və bunu da təcrübə etmək üçün belə bir gözəl bir formada bunu təcrübə etmək olar. Bu zaman biz həmin bu hərfi deməli sükunlu şəkildə tələffüz edirik. Sonra isə dilimizi tərpətmədən nəfəsi geri alırıq və əgər dilin ortası soyuqlayarsa bu zaman həmin məxrəc düzgün məxrəc sayılır. Misal əg, gə. Sonra isə həmin hərfi tələffüz edirik. Əş, şə, əy, yə. Amma fikir verin, əgər biz bu hərfə cim desək, məsələn, Əuzu billahi minəşşeytanirracim, racim, cim. Bu zaman əcci, cə, yəni dilin uc hissəsi soyuqluyur. Amma məhz cim, şin və yə hərflərində isə mütləq bir şəkildə dilin ortası soyuqlamalıdır. Bu zaman biz İbnül Cəzərinin وَمِنْ وَسَطِهِ فَجِيمٌ شِينٌ يَا sözünə əməl etmiş olarıq. Bir daha təkrar edirəm. Əg, dili tərpətmirəm, həmin yerdə saxlayıram. Əg, gə. Sonra isə həmin hərfi fəthə ilə tələffüz edirəm. Əş, şə, əy, yə və nəfəs aldıqda dilin ortası soyuqluyursa deməli məxrəcimiz düzgün bir şəkildə çıxmaqdadır. Ona görə diqqət edək. Səhv oxunuş ər-racim, ər-racim, cim düzgün, ər-racim, cim, gə, gə. Həmçinin bəzi yerlərdə, bəzi ərəb ölkələrində cim hərfinə q kimi də, xüsusən Misir tərəflərdə və bu ləhcədir. Q kimi tələffüz edirlər. Məsələn, ər-raqim. Bunlar da səhvdir. Yəni, belə bir oxunuşlar və deyilişlər yoxdur. Yəni, Quran oxunuşunda. Buna görə diqqətli olaraq. Həmçinin bəzi xəlic ölkələrində məsələn, cim hərfinə j kimi də tələffüz edirlər. Ər-rajim, rajim, j. Buna da diqqət edək ki, yəni, cim hərfini وَمِنْ وَسَطِهِ فَجِيمٌ شِينٌ يَا məhz dilin ortasından tələffüz etməyə çalışaq. Esselamu aleykum və rəhmətullah.